Tarixdən Vladimir üçün. Qurban olmayı Vladimirə. Dayı, qəşəng təbiət, gözəl yer, gözəl qızlar. Qızlardan da. Yəni sənin olduğun hər yer onu demək istəmişəm, gözəl. Sifətə bax. Ben ona göre ona göre dayın 40 ildir qalıbdı burada da. Ağzın dadını bilir, ağzın dadını bilir. Günəş bizi yandırdığı yerdə qəfil yağış yağmaya başladı. Və kəsir. Tanrı deyir ki, niyə təəccüblənirsən? Göy görməmsən, həm günəş olub, həm yağış yağmanı. Deyirəm ki, ona qalsa, yəni göy qurşağında həyatımızda bir 10 dəfə görmüşük də, uşaqlıqdan bəri. Amma yenə də hər dəfə görəndə təəccüblənirik. Bu da elə bir hadisədir, amma burada daha çox olur. Yəni Bakıda mən görməmişəm ki, məsələn 10 metr qabağa yağış yağsın, burada isə günəşli olsun. Burada isə elədir. Hətta günəş olduğu yerdə qəfildən yağış yağmaya başlayır. Artıq kəsdim. Baxın belə bulud elə bil gəlir, gedir. Getməyimizə 2 gün qalmış qardaşım gil sağollaşmağa gəldi və burada Qaşıq muzeyinə getdik. Çox baha idi və yersiz baha idi, çıxdıq. Və bu videonu çəkdiyim gün Rusiya günü idi. Bayrağı aldıq. Bunu isə burada paylayırlar. Belə parkda konsert təşkil olunmuşdu. Biraz orada Sofi mahnılara qulaq asdı. Sonra isə yola düşdük yavaş-yavaş evə doğru. Burada deməli 500 rubl bilsən. burada atı və atlı at, bir dənə at, 2 dənə də poni var ki, ondan gəzinti təşkil eləyirlər. Poni 500 rubuldur. 9 manat 50 qəpik. 9 manat 50 qəpik və Fərid uşağı oturtdu atın üstünə. Qız bir sifət elədi, götürün uşağı belə çox əsəbi şəkildə. Olmaz, sığallama olar. Sonra deyir, böyük atı sığallama olmaz. O qədər sərt danışır. Deyirəm, bizdə müştəri ilə heç kim yəni o dərəcədə sərt danışmır da. Belə, indi bir qadın gəldi, o gəzdirir, həmin qadın. Belə. Sofi. Salam, bugün son 2 günümüzdür Rusiyada. Daha doğrusu Vladimirdə 17-si həm uçuruq axşam, həm də günüz Moskvanı gəzəcəyik, onu da çəkəcəm. İndi gedirik gəzmədiyimiz yerləri, muzeyləri falan gəzməyə. Bir yerə gəldik. İçeride xüsusi ayinə getdik, düşdük təsadüfən. Muzey bağlıydı bu arada, muzey hissəsi. Amma bu daha maraqlı bir təcrübə oldu. Keşişlər falan gəldilər, dualar elədilər. Çıxanda mənə konfet verdilər. Biz biraz bilmədiyimiz üçün düz ortada dayanmışdıq. Bizə dedilər ki, biz kənarda dayanın, keşişlər. Yupka geyindirdilər. O yupka değildi, o üstten örtüydü. Önlük kimi bir şey verdiler qara. Dediler onu giyinsin. Çıxanda da bizə dedilər ki, ortada dayanmayın. İndi şey gələcək. Keşiş gələcək. 4 nəfər belə keşiş gəldi. Təəssüf ki, çəkə bilmədim. Amma maraqlı və fərqli təcrübə idi. Buranı axtardıq, buradaymış. Girək. Aşağıdan başqa burada heç nə yoxdur da. Vyetnam mətbəxini əks elətdirən. Heç nə yoxdur, görək. Dönər var. Və arkada yatan bir kişi var. Menyuları çox genişdir, amma çözə bilmirsən də tam olaraq. Tom yum sifariş verdik. Orada var təmizlənməmiş krevetka ilə və də təmizlənmiş krevetka ilə. Biz təmizlənmişdik. Ne?
Ondan deyir sınıyım. Sınıyım. Ay xala, bayaqdan xalanı çağırdıq deməli, soruşuruq ki, bəs şeydir də, buranın məşhur yeməyi nə var? Deyir ki, mən bilmirəm axı. Əslində düzdür. Əslində düzdür, amma ki, nə bilim, O nə idi? Hansı sən göstərdiyin idi? orada prosta hamısı farşlandı da. İndi müştəriyə şey aparır, deyir ki, bax bunlar bişiribdir. Xala, onu bayaqdan deyərində, bütün menyunu qatmışıq bir-birinə. Bütün dillərimizi tökmüşük ortaya. Nurlun möhtəşəm yeməyi. Tom yamı. Belə içki gəldi. Mən sifariş verdim, torla da verəcəm. Narahat olma. Deməli, bunun üstündəki çaydır. Alt isə marakuya olmalıydı. Unutdum artıq. Belə, dadına baxın. Dadlıdır. Çayını ver, suyunu ver. İçdiyim ən yaxşı içkilərdən ola bilər. Mən çox bəyəndim. Bu nədir bu? Bunu yemək mənim. Testing videosu çəkirəm. Tövb. Bu nədir? Nə? Ola mənim qaşıma nə çıxmırdı ki? Midyələr var. Hə, onlar saxla. Onu saxla, bunu saxla. Saxla, yiyəcək içinə tapmadım yəni. Zarafat edim, öyle nə istəyir. Krevetkadan, midyədən, kalmardan, birdən başqa. Yaş ki bir kursu olmuş. Necə ki borşun özünə məxsus dadı var, bu da elədir. Qəribə bir dadı var. Çox dadlıdır. Doğrudan. Dəniz məhsulları olan şey mənə. Hə, mən də sevirəm dəniz məhsullarını, amma mənə qəribə gəldi dadı nəsə. Burada olan hər şey Deməli belə bir yerə gəlmişik. Kitab evidir və burada qəribə şeylər var. Baxın belə şeylər var. Diqqətimizi çox çəkdi, amma biraz bahadır. 40 rubuldur. Yəni adi belə şəkillər, atqritkalar. Məsələn, öz qiyməti yazılıb 5 qəpik, amma 40 rublə verirlər. İndi yəqin antikvar kimi sayıldığı üçün mən belə bir şey götürdüm. Baxın. Bu toy dəvətnaməsidir və mənə çox maraqlı gəldi. Ona görə götürdüm. Bir də hədiyyə götürdüm, belə plak. Nə deyirlər bizdə? Plastinka. Nəsə belə bir şey. İndi özümə bir dənə də kitab alacağım. Kamerada çox da bilinmir, amma buradan çox qəşəng mənzərə açılır. Biz ora getmişik, oraları çox gəzmişik. Belə 19:00-a qədər. Toğla əslində bura gələ bilərdik. İnanca görə o həmin qızılı yerlərə Qulağın deliyən olur. əlini sürtəndə xəstələnmirsən. Başım ağrıyor, görək ki. Və Vladimirə vəda edirik, gedirik Moskvaya. Bugün uçuşumuz var. Artıq Bakıya geri dönürük. Belə Rusiyada hələlik son günümüz və gəlmişik əsas yerə. Moskvada əsas yerə.
Təəssüf ki, bura girə bilmirik. Bugün işləmir. Bəli, burada da Four Seasons, sağlam ol. Four Seasons otel var. Arkada isə Jukovun heykəli. Aleksandrovski sad. Burada da sxeması verilir. Burada isə adlar yazılıb. Leningrad, Kiyev, Minsk, Stalingrad, Sevastopol, Odessa, Kerç. Biz xahiş elədik, İriçqa bizə bilet alacaq. Biz isə burada neysə harasa gedirik. Daim bizə harasa aparır. Ay, yuxum gəlir. Girişə doğru gedirik. Giriş bu hissədəndir. Oradan baxın. Darıxdım Vladimir üçün. Qurban olum Vladimirə. Dayı, qəşəng təbiət, gözəl yer, gözəl qızlar. Qızlardan da. Yəni sənin olduğun hər yer onun demək istəyirəm ki, gözəl. Sifətə bax. Yəni ona görə dayın 40 ildir qalıbdı burada da. Ağzın dadını bilir, ağzın dadını bilir. Sən hələ nəysə. Bilet qiymətləri buradakı kimidir. Bu isə sxemasıdır. Kremldə o qədər Asiyalı turist var idi ki, bir anlıq Rusiyada olduğumu unutdum. Və demək olar ki, burada çox da maraqlı bir şey yox idi. Belə gəzirik Kremldə uşaqlar. Zengin gülüş. Bu arada bilet 15 manatdır bizim pulma təxmini. Onu deyim ki, burada əlavə olaraq Hindistan, Pakistan və ərəb turistləri də var idi. Açığı buna biraz təəccübləndim. Bura isə Moskvanın mərkəzidir. O xəritədə tam ortadakı yer bax buradır. Tol qəpiklərimi gətir. Niyə? Hara? Ora. Orada mərkəzə qəpik atırlar. Buradan durun. Kişi izah eləyir və həmin qəpikləri yığır. Neynir o? Hə, dilək tutur nəsə görək neynir. Mən də sizlə bərabər öyrənəcəm. Hə, dilək tutur mərkəzə atır. Hə, sonra bununla əlaqədardır. Əslində turizmdə çox qəşəng pullar var. Deməli burada olan dayı atılan qəpikləri yığırdı və demək olar ki 10 dəqiqəyə 100 turist hardasa orada dayanıb qəpik atırdı. Yəni gerisini siz düşünün və özü də bildirir ki, sarı qəpiklər atın. Sarı qəpiklərin dəyəri nisbətən yüksəkdir. Deyir ki, yox, bu yerdəki sarıdır, siz də sarı atın. Ağ qəpiklər sayılmır. Bura isə Moskvanın məşhur moludur. O gün biz Kavrovda olanda bu marojnanın nəsə belə tədbiri var idi, ya açılışı idi, ya nə idi, nəsə də məşhur idi. Buradan aldıq. Elə qeyri-adi bir fərq hiss edirsən. Arkada sən belə işlə bax. Şəhərdən kuvar salanda ürəyim bu sulardan istəmişdi, burada var imiş. Sadəcə qabları dəyişiblər, amma inanıram ki, Özün iç. əslində dadlıdır, marojnan sizdən elə gəlir. Dadlıdır. Ki bu nə?
Ha, iç özün götür. 10 marojna ver mənə. Mən də dadına bax. Marujnadan sonra suyu içəndə marujna çox şirindir deyə. Qəribə hiss edir adam. Heç acı gəlir. Deməli burada bir köşk var və aparat süni intellekt verir. А, вот смотрите, девочкам тут кофе, мороженое и напитки делают. İndi elan verdilər ki, axşam tufan olacaq, yağış olacaq. Yarıyacan tikilib tikilmir daş. Niyə? Spesen bunu da deyil. Turist elə. Oradan baxmaq üçün. Yarım körpü. Körpünün bitişidir. Oradan gəlir belə. Yəni körpü tamamlanıb o tərəfə keçmir. Yarımçıq belə saxlayıblar. Amma maraqlıdır. Hətta deyərdim ki, Moskvada mənə ən maraqlı gələn şeylərdən biri bu. Birincisi bəlkə də. Belə vloqum sona çatdı. Videomu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər hələlik.